Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə ədəbi dilin normalarından olan qrammatik normanın izahını verəcəyəm. Demək, qrammatik norma necə pozular? Əgər xəbər cümlənin əvvəlinə gəlirsə, qrammatik norma pozulur. Əsasən bu şeirlərdə baş verir. Məsələn, deyirəm ki, açılsın hər yerdə məktəb, mədrəsə, xəbər gəldi cümlənin əvvəlinə. Demək, burada qrammatik norma pozuldu. Və yaxud da deyirəm ki, çəkilsin dağların dumanı çəmləyib. Yenə qrammatik norma pozuldu. Xəbər gəlib cümlənin əvvəlinə. Və yaxud da nə inkar bağlayıcısından sonra gələn fiili inkarda verirsə, yenə qrammatik norma pozulur. Normalda nə inkar bağlayıcısından sonra gələn fiil təsdiqdə olmalıdır. Elə iş tut ki, nə şiş yanmasın, nə kabab. Burada qrammatik norma pozuldu. Yanmasın yox, yansın olmalıdır. Və yaxud da əgər mübtədə cəmdirsə, xəbər olmalıdır cəmdə. Məsələn, deyirəm ki, uşaqlar oynayırlar. Əgər xəbəri təkdə verirəmsə, artıq yenə qrammatik norma pozulmuş sayılır. Ya da uzlaşmalarda saylardan sonra, məsələn, bir sıra bir çoxdan sonra cəm isim gəlir. Çox-çoxlu, onlarca, yüzlərcədən sonra həm tək gəlir, həm cəm. Yerdə qalanlarından sonra tək isim gəlir. Və yaxud da keçən imtahanda düşmüşdü ki, xeyli tərəvəzləri maşınlara, yeşikləri doldurub maşınlara yüklədilər. Xeylidən sonra tərəvəzləri, xeylidən sonra cəm isim vermişdi deyə. Artıq burada da qrammatik norma pozulmuşdu.